Salamlayıram hər birinizi. Bugün sizinlə kartografiya və günəş sistemi bölmələrindən olan sınaq imtahanımızla tanış edəcəm. Belə ki, bu sınaq imtahanı biz öz hazırlarımızı istifadə etdiyimiz sınaq imtahanlarından biridir və hazırda bu izah videosunu çəkdikdə YouTube-a da yerləşdirəcəm ki, hər kəs bu sınağın izahını görə bilsin. Əvvəla deyim ki, sınaqda istifadə olunan sualların bir qismi mənim özümə aiddir, bir qismi isə Dövlət İmtahan Mərkəzinə aiddir. Belə ki, bundan əvvəlki qəbul imtahanlarında, limin sınaqlarında istifadə olunan suallardır və eyni zamanda situasiyada deməli 20 sınaq kitabından götürülmüşdür. Yəni sırf qəbul tipində, sırf dim tipində, yəni sualların bəziləri dimin özündür, bəzilərində mən özüm dim tipində yazmışam. Yəni sırf qəbul tipində, qəbul səviyyəsində proqramında suallardır kartografiya və günəş sistemi bölməsindən. Elə isə başlayaq suallarımıza və onların izahına baxaq. Ümid edirəm ki, hər biriniz üçün maraqlı olar. Ən azından hər biriniz üçün həm özünüzə sınamaq üçün bir imkandır, həm də kartografiya və günəş sistemi bölmələrini təkrar edə biləcəksiniz. Baxa biləcəksiniz ki, harada çətinlikləriniz var və bunları aradan qaldırmaq lazımdır. Birinci sualımız nisbi və mütləq hündürlük mövzusundandır. Yəni horizontallardan bir sualdır. Gördüyünüz kimi deyir ki, nisbi hündürlüyü 62 metr və kəsimi yüksəkliyi 15 metr olan təpənin şimal-şərq yamacı dik, daha sonra əks yamacı az meyillidir. Bax, elə bunu oxuyan kimi, mən burada şimal-şərq yamacı dik deyirsə, biz bilirik ki, horizontallar harada sıx çəkilibsə, orada daha dikdir. Əgər şimal-şərq yamacı dik deyirsə, burada cavab ya A variantı ola bilər. Fikir verin, şimal-şərqdə horizontallar sıxdır, sıx yerləşiblər. Və yaxud da burada Y variantı ola bilər. Çünki Y variantında da eyni ilə şimal-şərq yamacında horizontallar sıxdır, yəni dikdir. Yəni bizim cavabımız istənilən halda bu ikisindən biridir. Ya A və yaxud da ki D variantı. Fikir verin, A ilə D. Bu ikisindən biridir cavabımız. İndi digərinə baxırıq, digər məsələ. Deyir ki, nisbi hündürlüyü 62 metr olsun. Nisbi hündürlüyü neçə metr olduğunu hesablayaq. Kəsimi yüksəkliyi də 15 verir. Gəlin birinci A şəklinə baxaq. Biz görürük ki, burada ortada 62 yazılır. Yəni mütləq hündürlüyü 62 metrdir. Deməli, daxili horizontal necə tapırdıq? 62-dən kiçik 15-ə, yəni kəsmə yüksəkliyə tam bölünən ən böyük ədəd. 62-dən kiçik 15-ə bölünən ədəd 60-dır birincisi, düzdürmü? Deməli, daxili horizontal 60, sonra 45, sonra 30 və kənar horizontal isə nəhayət 15 metr olur. Nisbi hündürlüyü isə tapanda 62-dən 15 çıxırıq. Bu da bizim üçün 47 metr edir, amma bu cavab ola bilməz. Çünki nisbi hündürlüyü 62 olmalı idi. İndi isə D variantına baxırıq. Burada mütləq hündürlüyü 62-dir yenə. Yenə daxili horizontal 60 olacaq, yəni 15-ə bölünən. Sonra olacaq 45, 30, 15 və 0. Kənar horizontal 0, mütləq hündürlüyü isə 62. Burada nisbi hündürlüyü, bəli, 62 çıx 0 olacaq 62. Çünki biz bilirik ki, nisbi hündürlüyü tapanda mütləq hündürlükdən kənar horizontalın fərqini tapırıq. Burada 62 ilə 0-ın fərqi ilə 62 eləyir. Nisbi hündürlüyü 62 metr şərti ödəndi. Demək ki, cavab D variantıdır. Bu mövzunu təkrar etmək istəsəz, kanalımızda nisbi və mütləq hündürlük mövzusunun, horizontalların izahına aid ətraflı video izah var. Oradan baxıb bütün bunları geniş formada izah edə bilərsiniz. Təkrarlaya bilərsiniz. Təbii ki, mən burada hər sualı çox geniş izah edə bilmərəm. Elə də o video çox uzun olar. Ona görə bacardığım qədər ətraflı izah edirəm, amma mövzuların hər birində ayrı-ayrı da izahları var geniş formada. İkinci sual deyir ki, A və B nöqtələrinin koordinatlarını verir. Görürsünüz ki, A 60 şimal enliyi 28 şərq uzunluğu, B 60 şimal enliyi 88 şərq uzunluğudur. Deməli, baxın, bunların hər ikisi yerləşirlər 60 dərəcə şimal enliyində. Düzdürmü? Sadəcə biri 28 şərq uzunluğundadır. 28 şərq uzunluğundadır. A nöqtəsi. Düzdür? B nöqtəsi isə baxın 88 şərq uzunluğundadır. Düzdürmü? Arada neçə dərəcə fərq var? Eyni yarımküre olduğuna görə çıxmalıyıq. 88-dən 28 çıxdıqda 60 dərəcə fərq edir. Deməli, A ilə B arasında 60 dərəcə uzunluq fərqi var. İndi baxaq. Bu məntəqələr arasındakı məsafə 1 bölünsün 4 milyon miqyaslı xəritdə neçə santimetrdir? Əvvəlcə həqiqi məsafəni tapaq. Arada 60 dərəcə fərq var. 60 dərəcəlik paraleldə 1 dərəcə 55,8 kilometrdir. Baxın, şərtdə də verilib bu. Elə isə 60 dərəcəni tapmaq üçün 60-ı vurmalıyıq neçəyə? 55,8-ə. Düzdürmü? 60-ı 55,8-ə vurduqda 3348 kilometr edəcək.
Və daha sonra 3348 kilometr bu bizim həqiqi məsafəmizdir. Bunu tapdıq. Daha sonra deyir ki 1 bölünsün 4 milyon miqyas. Buradan 5 dənə sıfır sildikdə biz neçə qalacaq? 40 qalacaq. Yəni 1 santimetrdə 40 kilometr, düzdürmü? İndi 1 santimetrə 40 kilometrdirsə, biz tapırıq ki, neçə santimetrdə 3348 kilometrdir. Bilirsiniz ki, həqiqi uzunluq bərabərdir miqyasın xəritdəki santimetr. Xəritdəki uzunluq bərabərdir həqiqi uzunluq böl miqyas. Yəni 3348-i bölürük 40-a. O da eləyəcək 83,7 Y variantı. Daha sonra 3-cü suala baxırıq. 3-cü sualda deyir ki, baxın, sxemdə C nöqtəsinin mütləq hündürlüyü 600 metr. Yəni, bax, bu 600 metrdir. B nöqtəsi 1200 metr. Bunlar iki qonşu horizontaldır. Biri 600, biri 1200-dürsə, deməli, arada fərq 600 metrdir. Yəni, kəsmə yüksəkliyi 600 metrdir. Çünki bunlar ikisi qonşu horizontaldır. İndi A-dan D-yə çay axır və çayın uzunluğu 300 kilometrdir. Çayın meyilliyini tapın. Bilirsiniz ki, meyillik bərabərdir düşmə bölünsün uzunluğa. Düşmə nədir? Çayın mənbəyi ilə mənsəbi arasında hündürlük fərqi. Bu çay A-dan D-yə gedirsə, biz A və D arasında hündürlük fərqini tapmalıyıq. A ilə D arasında 1, 2 və 3 dənə kəsmə yüksəkliyi var. Əgər kəsmə yüksəkliyi 600 metrdirsə, 3 dənə kəsmə yüksəkliyi bizə neçə eləyəcək? 1800 metr, düzdürmü? 1800 metr. Çayın uzunluğu da şərtdə verilib 300 kilometr. 1800-ü 300-ə böldükdə cavab 6 metr bölünsün kilometr, yəni Y variantı olmuş olacaq. Daha sonra 4-cü suala baxırıq. Deyir ki, cədvəldə Azərbaycanın müxtəlif miqyaslı xəritələrində Bakı ilə Astara şəhərləri arasında ən qısa məsafə santimetrdən verilib. Hansı xəritənin miqyası daha böyükdür? Yadda saxlayın ki, xəritənin miqyası nə qədər böyükdürsə, xəritədəki santimetrdə bir o qədər çoxdur. Burada əgər ən böyük miqyaslı xəritəni axtarırıqsa, ən böyük santimetri götürməliyik. Yəni 32, ikinci B variantı. Bunu istəsəz riyazi cəhətdən sübut edə bilərik. Necə? Çox sadə. Məsələn, iki şəhər arasında, A ilə B şəhər arasında tutaq ki, 100 kilometr məsafə var. Məsələn də. İki dənə miqyas götürək. Biri olsun 1 bölü 200 min. Biri olsun 1 bölü 100 min. Yaxşımı? 1 bölü 200 min miqyaslı xəritədə bu yol neçə santimetr olacaq? 1 santimetrə 2 kilometrdir, düzdür. 100 kilometr olacaq 50 santimetr. Bəs 1 bölünsün 100 min də 5 dənə sıfır siləndə 1 santimetr 1 kilometrdir. 100 kilometr ilə 100 santimetr olacaq. Baxın, 1 bölünsün 200 min miqyas olaraq 1 bölü 100 mindən daha kiçikdir. Və xəritədəki santimetr də orada 50-dir, daha kiçikdir. 1 bölü 100 min miqyas olaraq daha böyükdür və orada xəritədəki santimetr də 100 santimetr oldu, daha böyük olmuş oldu. Bu da bunun sübutu olmuş oldu. 5-ci suala baxırıq. Dünyanın 1 bölünsün 30 milyon miqyaslı təbii zonalar xəritəsinin miqyasına və məzmununa görə təsnifatının düzgün verildiyi bəndi müəyyən edin. Baxın, əgər miqyas 1 bölünsün 30 milyondursa, bu icmal. Xəritələrə aid miqyasına görə, çünki biz bilirik ki, xəritələrin təsnifatında 1 bölünsün 10 mindən 200 minə qədər olan xəritələr topografik, yəni böyük miqyaslı. 1 bölünsün 200 mindən 500 minə qədər icmal topografik, yəni orta miqyaslı və 1 bölünsün 1 milyondan daha kiçik olanlar isə icmaldır, yəni kiçik miqyaslıdır. Bu da 1 bölünsün 30 milyon olduğuna görə daha kiçikdir də, kiçik miqyaslı xəritədir, icmaldır yəni. Və təbii zonalar, biz bilirik ki, təbii zonalardır, geoloji xəritədir, sinoptik xəritədir. Bunlar kompleks xəritələrə aiddir. Ona görə burada cavab icmal və kompleks olacaq, yəni B variantı. Bu haqda da yenə kanalımızda video var, xəritələrin təsnifatı videosunu izləyə bilərsiniz. Daha geniş izah üçün. Digər sualımıza baxaq. Deyir ki, Bakıdan səyahətə başlayan səyyah əvvəlcə 1708 kilometr yol gedir. Bunu eşidən kimi, əgər bu sualları yaxşı eləmək bilmək istəyirsinizsə, bunu eşidən kimi birinci şəkil çəkin. Yəni nə? Bakının koordinatlarını çəkin, bir dənə gözünüz görsün onu. Bax, 50 dərəcə şərq uzunluğu düzdür, 40 dərəcə şimal eləyib. Bax, bunu çəkin, burada bir dənə nöqtə qoyun, yazın B hərfidir, Bakı. Bunu çəkdik. İlk səyyah əvvəlcə 1708 kilometr yol gedir. Hara gedir onu bilmirəm. Ardınca deyir ki, o yol boyunca qütb ulduzunun sol tərəfində görür. Aha, biz keçən dəfə video izahda burada izah elədik ki, azimut dərsində, onun da kanalda videosu var. İzah elədik ki, qütb ulduzuna görə istiqamət tapmaq mümkündür. Və bir adam qütb ulduzunu solda görürsə, əgər solda görürsə, o şərqə tərəf hərəkət edir. Çünki
qütb ulduzu qarşınızda sizə şimalı göstərir. Siz əgər ona sol tərəfinizi dönmüsünüzsə, siz sağ tərəfə, yəni şərqə tərəf gedirsiniz. Yaxşımı? Deməli bu buradan 1708 kilometr şərqə tərəf getmişdir. Yaxşı. İndi bir dəqiqə. Baxın, bu şərqə gedəndə 40 dərəcə şimal enliyinin üstü ilə gedir. 40-cı paralelin üstü ilə gedir. Düzdürmü? Biz bilirik ki, 40-cı paraleldə 1 dərəcə neçə kilometrdir? 85,4. Onda 1708 kilometrində neçə dərəcə olduğunu tapmaq olar. 1708-i bölərik neçəyə? 85,4-ə. Və cavab alınan neçə? 20 dərəcə. Deməli, Bakıdan əvvəlcə 20 dərəcə şərqə getmişdir. Bakı 50 şərq uzunluğundadır. Buradan 20 dərəcə şərqə gedəndə çatacaq hara? 70 dərəcə şərq uzunluğuna. Deməli, hazırda hara çatdı? Bax, bu nöqtəyə çatdı. Bura bir dənə A yazıram. A nöqtəsinə çatdı. 40 şimal enliyi, 70 şərq uzunluğu. Daha sonra isə şərtdə yazır. 180 dərəcə azimutla 5550 km yol gedir. 180 dərəcə azimut bilirsiniz ki, cənuba tərəf deməkdir. Cənuba tərəf 5550 km. Bax, bu cənuba tərəf gələndə meridianın üstü ilə gəlir də. Meridianda 1 dərəcə 111,1 km-dir. Biz məsələ vaxtı onu 111 götürürük. Əgər 1 dərəcə 111 km-dirsə, 5550 km dərəcəyə çeviririk. Yəni 5550-ni bölürük 111-ə. Bu deyilir 50 dərəcə. Deməli, bu 40 şimal enliyindən 50 dərəcə daha cənuba gəlmişdir. Yəni, gəlib çatmışdır hara? 10 dərəcə cənub enliyinə. Çünki 40 şimal enliyində idi, 50 dərəcə cənuba gəlir. 40 dərəcə gəldi, çatdı sıfıra, ekvatora, 10 dərəcə də düşdü aşağı. Yəni, 10 dərəcə cənub enliyinə. Deməli, nəhayət çatdığı məntəqənin koordinatları nə oldu? 10 dərəcə cənub enliyi, 70 dərəcə şərq uzunluğu. Cavab A variantı. 7-ci suala baxırıq. Müvafiq olaraq xəritədə keyfiyyət fonu, areal və izoxətlər üsulu ilə göstərilənləri seçin. Gəlin baxın. Baxın, ovalıqlar fiziki xəritələrdə bəli, keyfiyyət fonu ilə göstərilir. Amma temperatur areal metodu ilə göstərilmir. Düzdürmü? Əhali sıxlığı keyfiyyət fonu ilə göstərilmir və yaxud da təzyiq arealla göstərilmir. Dağlar, bəli, fiziki xəritələrdə dağlar, ovalıqlar, bunlar keyfiyyət fonu ilə göstərilir. Bitki örtüyü, bəli, areal metodu ilə göstərilir. Faydalı qazıntıların daşınma istiqaməti hərəkət xətləri ilə. Çünki burada hərəkət edən bir şey var, daşınma istiqaməti. Bu izoxətlər deyil, hərəkət xətlərdir. Ona görə bir dənə buna görə cavabımız burada C olmaz, pozulur. D-yə baxaq. Yağıntı keyfiyyət fonu ilə bəli göstərilir. Faydalı qazıntılar areal üsulu ilə bəli göstərilir və atmosfer təzyiqi bəli izobarlarla göstərilir. İzobarlar da elə izo xətlərə aiddir. Ona görə cavabımız olur D variantı. Bu belə. Y variantında da əhalinin sayı nöqtələr üsulundan göstərilir. Məsələn, o keyfiyyət fonu deyil, yüksəkliklər də areal metod deyil və s. Cavab D variantıdır. 8-ci suala baxırıq. Xəritə sxemi vəziyyətinə görə, yerin sxemində verilən vəziyyətinə görə doğru fikirləri müəyyən edin. Bax, mən bu şəklə baxanda görürəm ki, fikir verin, cənub tərəfdə 66,5 ilə 90 arası ağ rəngdir, yəni gündüzdür. Şimal tərəfdə isə 66,5 ilə 90 arası qaranlıqdır, yəni gecədir. Yəni, burada şimalda hazırda 66,5 ilə 90 arasında qütb gecəsidir. Cənubda isə 66,5 ilə 90 arasında qütb gündüzüdür. Cənubda fikir verin, ən uzun gündüz, şimalda isə ən qısa gündüz, ən uzun gecədir. Elə isə mən müəyyənləşdirirəm ki, bu tarix 22 dekabrdır. Yəni, bu şəkil məsələn kitabda da var. Ayrıca siz göz yaddaşına belə o əsas kitabda dərsin içində baxsaz 22 iyunda və 22 dekabrda, həmçində 21 mart və 23 sentyabrda yer kürəsinin vəziyyəti sxemi verilir və bu şəkili görəcəksiniz ki, o 22 dekabrdadır. Bu göz yaddaşına da yadda saxlaya bilərsiniz. Lap tutalım bu alınmırsa, məntiqlə də fikirləşə bilərsiniz ki, əgər cənubda gündüzdürsə, qütb gündüzü, şimalda qütb gecəsi isə deməli günəş cənubda zenitdədir. Özü də 66,5 ilə 90 arasındadırsa bu. Məsələn, baxın, əgər cənubda 66,5 ilə 90 arasında qütb gündüzüdürsə, deməli günəş 23,5 cənub enliyində zenitdədir. Yəni 22 dekabr tarixidir. Gəlin baxaq indi. Burada bizdən doğru fikirləri istəyir. Birincidə deyir ki, qış gün dönümü günüdür. Düzdür. Və bu tarixdən sonra cənub qütb dairəsində gündüzün uzunluğu qısalır. Təbii ki, bu tarixdən sonra artıq günəş şimala doğru qaydacağından zenit vəziyyəti, ona görə cənubda artıq gündüzün uzunluğu başlayacaq qısalmaq. Ona görə 1 doğrudur. Danimarkada gecənin uzunluğu Portuqaliyadan daha
qısadır. Danimarka Portuqaliyadan şimal yarımkürəsində hər ikisi Avropa ölkəsidir, məlum məsələdir. Danimarka xəritədə baxa bilərsiniz ki, Portuqaliyadan daha şimaldadır. Əgər daha şimaldadırsa, bu vəziyyətdə şimala getdikcə hazırda gecə uzanır da, gündüz qısalır. Deməli, Danimarkada gecənin uzunluğu Portuqaliyadan daha qısa olmayacaq. Əksinə, şimal qütbünə daha yaxın deyənə 22 dekabrda orada gecənin uzunluğu daha çox olacaq Portuqaliyadan. Ona görə bu səhvdir. Üçüncü də şimal qütb dairəsində qütb gündüzüdür. Bunu elə belə deyək də, elə şəkilə də baxanda görmək olur ki, yəni heç nə xüsusi bir məntiq lazım deyil. Şəkilə də baxanda görmək olur ki, şimal qütb dairəsində qütb gecəsidir, gündüzü deyil. 3 səhvdir. 4-də yaz gecə gündüz bərabərliyi gündür. Əlbəttə ki, deyil. Yəni görürsüz ki, gecə gündüz bərabər deyil. Yəni bu yaz gecə gündüz bərabərliyi 21 martda olur. Orada sxemdə tən ortadan gedir gecə gündüz xətti. Cənub qütb dairəsində qütb gündüzüdür. Əlbəttə, böyle şəkildən də görünür olur ki, cənub qütb dairəsində nə var? Qütb gündüzüdür. Demək ki, 5 doğrudur. 6-ya baxırıq. Şimal tropik xəttinə günəş şüalarının günorta vaxtı düşmə bucağı 43 dərəcədir. Gəlin hesablayaq. Əgər günəş 23,5 dərəcə cənub enliyində zenitdədirsə və biz 23,5 dərəcə şimal enliyinə, çünki şərtdə deyir axı şimal tropikinə, günəşin düşmə bucağını hesablayırıqsa, ikisi fərqli yarımkürədir, deməli toplamalıyıq. İkisini toplayanda 23,5 ilə 23,5 toplayanda eləyir 47 dərəcə və 90-dan çıxmalıyıq təbii ki. 90-dan 47 çıxanda da eləyir neçə? 43 dərəcə. Burada da 43 dərəcə yazır, demək ki doğrudur. 6 da doğrudur. 1, 5 və 6. A variantı bizim doğru cavabımızdır. Daha sonra baxırıq 9-cu suala. Deyir ki, A nöqtəsi 27 dərəcə şərq uzunluğundadır. A məntəqəsi ilə yerli vaxtı A məntəqəsindən 2 saat 56 dəqiqə irəlidə olan B məntəqəsi arasında qurşaq vaxtı fərqini müəyyən edir. Baxın, A nöqtəsi 27 dərəcə şərq uzunluğunda yerləşir. Yaxşımı? B nöqtəsi, baxın, 2 saat 56 dəqiqə yerli vaxtı bundan daha irəlidədir. Əgər B nöqtəsi yerli vaxtla daha irəlidədirsə, deməli bu daha şərqdədir. Çünki biz bilirik ki, daha şərqdə olan vaxt olaraq daha irəlidə olur. Düzdürmü? İndi əgər arada 2 saat 56 dəqiqə varsa, düz, biz bunu dərəcəyə çevirə bilərik. Necə? Biz bilirik ki, 1 saat 15 dərəcədir. Deməli, 2 saat nə qədərdir? 30 dərəcə. Üstəyəl 56 dəqiqə də var axı. Biz bilirik ki, 4 dəqiqə, 1 dərəcənin yer kürəsi bilirik ki, 4 dəqiqəyə fırlanır. Əgər 4 dəqiqə 1 dərəcədirsə, 56 dəqiqəni dərəcəyə çevirə bilərik. 4-ə bölərik, düzdürmü? O da eləyər 14 dərəcə. 30, bu da 14. Yəni 44 dərəcə arada fərq var. Düzdürmü? Bu 27 şərq uzunluğu idi. 27 şərq uzunluğundan biz 44 dərəcə daha şərqə gəldikdə, burada neçə olacaq? 71 dərəcə şərq uzunluğunda olacaq B. Deməli, biz B-nin coğrafi uzunluğunu tapdıq. İndi qurşaq vaxtı istəyir. Gəlin baxaq, hər ikisinin hansı saat qurşağında olduğuna baxaq. A 27 şərq uzunluğudur. Bu hansı saat qurşağındadır? 15-ə bölürük, cavab 1 qalır. Amma qalır, burada neçə qalır? Deməli, 12 qalır. 7,5-dən böyük olduğuna görə üstünə 1 gəlirik. Yəni, bura ikinci saat qurşağıdır, 27 şərq uzunluğu. B isə 71 dərəcə şərq uzunluğudur. 15-ə böldükdə cavab 4 qalır, qalıq isə 11 qalır. Yenə qalığımız 7,5-dən böyük olduğuna görə üstünə 1 gəlirik və 5-ci saat qurşağıdır. 2-ci saat qurşağı ilə 5-ci saat qurşağı arasında məlum məsələdir ki, 3 saat fərq var. Cavab D variantı. Daha sonra 10-cu suala baxırıq. Fiziki xəritədə 39 və 41-ci enliklər arasında məsafə 44,4 cm göstərilmişdir. Xəritənin xətti miqyasını tapın. Burada deməli şərtdə həm də belə olmalı ki, eyni yarımkürədədir bunlar. Eyni yarımkürədəsə 39-41 dərəcə arasında, 39 və 41 dərəcəli paralellər arasında neçə dərəcə fərq var? 2 dərəcə, düzdür? Və bu meridian üzərində gəlirsən də bu 2 dərəcəni. Meridianda 1 dərəcə 111 kilometrdir. 2 dərəcəni tapırsansa 111-i vurursan 2-yə eləyir 222 kilometr. Həqiqi məsafəni tapdıq. Xəritədəki məsafə də verilib ki, 44,4-dür. İndi qalır bir dənə miqyası tapmaq, o da çox sadədir. Əgər 44,4 cm 222 kilometrdirsə, 1 santimetrin neçə olduğunu biz tapa bilərik buradan. 1 santimetr tənasibi həll etdikdə 222-ni sadəcə 44,4-ə bölmək lazımdır. 242-ni də 44,4-ə böldükdə 5 eləyəcək. Yəni 1 santimetrdə 5 kilometr. Bu da xətti miqyas olaraq Y variantına uyğun gəlir. Fikir verirsiniz, bax 5 artır. Aydındır. Bu da oldu 10-cu sual. 11-ci suala baxırıq.
11-ci sualda deyir ki, A və B məntəqələrinə aid olan xüsusiyyətləri və onlar arasında olan məsafəni kilometrlə təyin edin. Mən burada görürəm ki, 0 dərəcə Greenwich verilib. Sonra 15 dərəcə gəlirsə, bu artıq sağ tərəfə gəldi də Greenwichdən. Yəni bu şərq yarımkürəsidir. 15 dərəcə şərq uzunluğu. B-nin də coğrafi uzunluğunu tapa bilərəm mən. Sadə bir məntiqlə. Əgər buradan 1,15 dərəcədirsə, o biri olacaq 30 dərəcə şərq uzunluğu. 15-15 alacaq da. O biri olacaq 45, bu da olacaq 60. Deməli, B-nin coğrafi uzunluğu nədir? 60 dərəcə şərq uzunluğu. A 15, B 60 dərəcə. Aralarındakı məsafəni tapaq. Çox rahat. Bu 15 dərəcədir, bu 60 dərəcədir. Arada neçə dərəcə fərq var? 45 dərəcə. Düzdür? Eyni yarımkürədən çıxırlar. İkisi də şərq yarımkürəsidir. Bunların arasında bax mən gedəndə nəyin üzərindən getmiş oluram? 40-cı paralelin üzərindən. 40 şimal enliyinin üzərindən. Düzdürmü? 40-cı paraleldə 1 dərəcə neçə kilometrdir? 85,4 kilometr. Elə isə əgər 1 dərəcə 85,4 kilometrdirsə, mənə 45 dərəcə lazımdırsa, mən 45-i vurmalıyam neçəyə? 85,4-ə ki, mən oradan belə deyək də həqiqi məsafəni tapa bilim. Bu da 3843 kilometr edir. Baxın, 3843 kilometr tapmaqla avtomatik D variantını tapmış oldunuz. Məsələn. Yəni, qaldı ki, digər variantlarına baxın, 1, 4, 5 qalır cavab. Bu nədir? Aid olan xüsusiyyətləri idi, düzdürmü? Şərq yarımkürəsində yerləşirlər. Bəli, hər ikisi gördüyünüz kimi bayaq dedik ki, şərq yarımkürəsindədirlər. Daha sonra 4. Ekvatordan eyni məsafədə, aydın məsələdə eyni paraleldədirlərsə, ekvatordan hər ikisi 40 dərəcə coğrafi uzunluq fərqinə malikdirlər. Coğrafi enlik fərqinə malikdirlər üzü üstə. Sonra 5-də qütblərdən eyni məsafədədirlər. Yenə də 90 dərəcədədir qütb. Əgər eyni paralelin üstündədirlərsə, hər ikisi qütbdən 50 dərəcə daha cənubdadır. Hər ikisi ekvatordan 40 dərəcə daha şimaldadır. Ona görə həm qütbdən, həm ekvatordan ikisi də eyni məsafədə yerləşirlər. Ona görə biz 1, 4, 5-i də götürə bilirik. D variantı. 12-ci suala baxaq. 12-ci sualda nə deyir? 12-ci sualda deyir ki, doğru fikri seçin. B və C nöqtələrinin mütləq hündürlükləri eynidir. Görürsünüz ki, B və C fərqli horizontaldadır. Demək ki, bu səhvdir. B və C nöqtələrində dayanan müşahidəçilər bir-birini görür. Siz görürsünüz ki, bu bir dağdır. B dağın bir yamacıdır, C əks yamacıdır. Bunlar bir-birini görə bilməz. Biri dağın o tərəfindədir, biri bu tərəfində. A nöqtəsinin mütləq hündürlüyü C-dən çox, B-dən azdır. Baxın, bu A-dır. Bu A görünür ki, həm C-dən, həm də B-dən hündürdədir. Yəni, bu səhvdir. A-dan, C-dən çox, B-dən az deyil. Hər ikisindən çox deyil. D-yə baxıram. A və B və C arasındakı mütləq hündürlük fərqi eynidir. Baxın, A ilə B arasında da bir dənə kəsmə yüksəkliyi hündürlük fərqi var. B ilə C arasında da bir dənə kəsmə yüksəkliyi var. Demək ki, A-dan B-yə olan hündürlük fərqi B-dən C-yə olan hündürlük fərqindən eynidir. Yəni, cavab D variantıdır. 13-ə baxıram. Horizontalda verilən nöqtələrin mütləq yüksəkliklərini düzgün müqayisə edin. Bu çox rahat bir sualdır. Topluları da buna bənzər suallara rast gəlmiş hər halda. Sadəcə baxmaq lazım ki, hansı nöqtə neçənci horizontaldadır. Bəs salam elə xüsusi bir şey istəmir sizdən. Yəni, məsələn, A nöqtəsi 1, 2, ikinci horizontaldadır. Düzdür? A nöqtəsi neçədədir? İkinci horizontalda. B nöqtəsi 1, 2, 3, 4. B nöqtəsi 4-cü horizontaldadır. Sonra, bax, burada nə var? F nöqtəsi var. 1, 2, 3, 4. F nöqtəsi də 4-cü horizontaldadır. Y nöqtəsi bir dənə yuxarıdadır. Y 5-ci horizontaldadır. D nöqtəsi 1, 2, 3-cü horizontaldadır. Düzdür? C nöqtəsi isə hamısından hündürdədir. 1, 2, 3, 4, 5. 5-ci horizontaldan daha hündürdədir. Yaxşımı? 5-dən deməli daha hündürdədir C nöqtəsi. İndi bunları sıralayanda hündürlüyü əgər düzgün müqayisəsi deyirsə, ən kiçiyi burada A-dır, hündürlüyü ən az olanda, yəni ikinci horizontaldadır. Ən hündürü də təbii ki C-dir. B ilə F-in fikir verin, hündürlüyü eynidir. Elə B ilə F-in bərabər olduğu variant, onsuz da burada bir dənədir, heç sıralamağa ehtiyac qalmadı, Y variantıdır. Belə də ki, baxın, C ən hündürdür, A ən kiçikdir, D bəli A-dan hündürdür, üçüncüdür, sonra B ilə F gəlir 4-dər, sonra Y gəlir 5, sonra da C gəlir ən hündürdə, 5-dən hündür, bu formada. Burada hündürdən alçağa doğru sıralayıb Y variantında. Sonra 14-cü suala baxırıq. A və B məntəqələri ekvatorun və Greenwich meridianının kəsişdiyi nöqtədən eyni məsafədə yerləşirlər. Gəlin bunu başa düşməyə çalışaq. Deyir ki, ekvator 0 dərəcə və bu da nədir? Greenwich 0 dərəcə.
İkisinin kəsişdiyi nöqtədən, yəni buradan A ilə B ikisi eyni məsafədə yerləşir. Amma A 45 dərəcə azimutda, B 135 dərəcə. A yerləşir burada 45 dərəcə azimutda. B isə yerləşir burada 135 dərəcə azimutda. Amma hər ikisi eyni məsafədədir həmin nöqtədən, başlanğıc nöqtədən. Deyir ki, A məntəqəsini B məntəqəsindən fərqləndirən əlamətlər seçin. Yəni A-ya aid olsun, B-yə yox. Gəncə şəhərinə daha yaxındır. Əlbəttə ki, Gəncəyə A daha yaxındır. Ona görə biri götürə bilərik. Niyə görə? Çünki Azərbaycan Bakı hardadır? Məsələn 40 şimal enliyi 50 şərq uzunluğu, düzdür? 40 şimal 50 şərq uzunluğu. Buralardadır da. Düzdür? A-ya daha yaxındır da B-dənsə. Ona görə biri götürə bilərik. 180 dərəcə meridian. Bunlar buradan bura və buradan bura əgər eyni məsafədirsə, bunlar eyni meridianın üstündə yerləşirlər A ilə B. Eyni meridianın üstündədirlərsə, 180 dərəcəlik meridiandan bura olan ikisinə də olan məsafə eyni olacaq. Aydındır mı? Yəni bu eyni meridianın üstündədirlər. Özü də buradan eyni gəlibsə, eyni dərəcəli də paraleldədirlər. Sadəcə biri şimaldadır, biri cənubda. Yaxşımı? Demək ki, burada hər dərəcə eyni kilometr olacaq və 180 dərəcəli meridiandan eyni kilometr fərq olacaq. Bu fərq eləməyəcək. Yerli vaxt daha irəlidir, yox. Yəni eyni meridianın üstündədirlərsə, aydın məsələ ki, yerli vaxtı eynidir. Qış gün dönümündə günəş şüaları daha kiçik bucaq altına düşəcək, A-ya deyir. Bu əlbəttə ki, doğrudur. Çünki qış gün dönümündə günəş cənubda zenitdə olur. B-yə daha yaxın olacaq da. B-yə günəş daha böyük bucaq altına düşəcək. A-ya daha kiçik. Ona görə biz 4-ü götürə bilərik burada. Daha sonra deyir ki, cənub qütbündən daha uzaqda yerləşir. Aydın məsələdə burada görmək olur ki, A nöqtəsi və bu cənub qütbüsü A nöqtəsi daha uzaqdadır cənubdan. Ona görə biz burada 5-i də götürə bilərik. 21 mart tarixində gündüzün uzunluğu daha çoxdur. Bunu elə başdan x-lamaq olar. Niyə görə? Çünki 21 martda yaz gecə gündüz bərabərlik olur. Bütün dünyada 12 saat gündüz, 12 saat gecə olur. Hansınınsa gündüzün uzunluğu, gecənin uzunluğu daha çox ola bilməz. Ona görə bu elə avtomatik səhvdir. Cavab 1, 4, 5. B variantı. 15-ci suala baxırıq. 22 iyunda günorta vaxtı müşahidəçi günəşi özündən şimalda görür. Müşahidəçi hansı enlikdə ola bilməz? Baxın. Bu ekvator. Düzdür? Bu da şimal tropiki və cənub tropiki. Yəni 23.5 şimal enliyi və 23.5 cənub enliyi. Baxın, günəş bu ikisinin arasında zenitdə olur. Düzdür? Və 22 iyunda günəş 23.5 şimal enliyində zenitdədir. Yəni burada. Düzdürmü? Bax burada. 23.5 şimal enliyində. Əgər müşahidəçi günəşi özündən şimalda görürsə, bu adam demək ki 23.5 şimal enliyindən daha şimalda ola bilməz. Çünki əgər daha şimalda olsaydı, məsələn Bakıda olsaydı 40 dərəcə şimal enliyində. Yaxşı. Bu günəşi harda görəcəkdi? Özündən cənubda. Düzdürmü? Çünki adam burada dayanıb, günəş buradadır. Özündən cənubda görəcəkdi. Ona görə də özündən şimalda görməsi üçün bu 23.5 şimal enliyindən daha şimal bir yerdə ola bilməz. Ona görə burada 30 şimal enliyi cavabdır. Yəni burada ola bilməz soruşur da. Ona görə cavabımız 30 şimal enliyidir. Yaxşı. 16. İzahlı miqyaslar deyir, ədədi miqyasa çevirin. Bu daha sadə suallardan biri idi. Baxın, 1 santimetrdə 0.5 kilometr. 1 bölünsün. Kilometr isə 5 dənə 0 artırmalıyıq. Burada 0.5 var deyənə bir dənə 0 gedir. Bu olur 5. Yəni o vergül aparır da bir dənə 0. Qalır 4 dənə 0. 1, 2, 3, 4. 1 bölünsün 50.000. Bu birinci miqyasımız. Sonra 1 santimetrdə 40 metr. 1 bölünsün 40. Metrdə isə 2 dənə 0 artırırıq da bilirsiniz. 1 bölünsün 4.000. Və 1 santimetrdə 3.5 kilometrdə isə 1 bölünsün 35. Kilometrdə isə 5 dənə 0 artırmalıyıq da. Bir dənə 0 getdi vergülə görə. Qaldı 4 dənə 0. 1, 2, 3, 4. Deməli, 1 bölünsün 50.000, 1 bölünsün 4.000 və 1 bölünsün 350.000. Yəni A variantı. Əgər bunda hər hansı bir çətinliyiniz varsa, kanalda ətraflı miqyas mövzusunun izah videosu var və orada siz ətraflı bir şəkildə bu çevirmələrə baxa bilərsiniz ki, ədədi, izahlı, xətti miqyas necə bir-birinə çevrilir və miqyas məsələlərinin həmçinin həllinə geniş izahda baxa bilərsiniz. 17-ci sual. A nöqtəsini və B nöqtəsinin koordinatlarını verib, arada yerli və qurşaq vaxtını istəyir. Baxın. Mənə burada əsasən coğrafi uzunluqlar maraqlıdır. Biri 20 şərq uzunluğunda yerləşir, biri isə 68 şərq uzunluğunda. Yerli vaxtı tapmaq bilirsiniz rahatdır. Eyni yarımkürəsə çıxılır, arada 48 dərəcə fərq var. 1 dərəcə 4 dəqiqədir. Vururuq bunu neçəyə? 4-ə. Eləyir neçə? 160, bu da 32, bu eləyir deməli 192 dəqiqə. Düzdür? 192 dəqiqə. Daha sonra bunu saata çevirmək istəyəndə bilirik ki 1 saatımız 60 dəqiqədir.
192-ni 60-a bölsək olacaq 3 saat 12 də qalıq qalacaq. Həmin 12 də dəqiqədir. Yəni 3 saat 12 dəqiqə. Yerli vaxt fərqi bu qədərdir. 3 saat 12 dəqiqə. Bunu iki cür eləyirlər. Bir bu formada eləyən var. Yəni birbaşa 4-ə vurub dəqiqəyə çevirib sonra saata qaytarmaq. Və yaxud da belə eləyirlər. 48-i 15-ə bölürlər, 3 qalır. Bu 3 saat deməkdir. Çünki 1 saat 15 dərəcədir. O qalan 3 dərəcə qalığı da 4-ə vururlar. Çünki 1 dərəcə 4 dəqiqədir. O da olur 12. Yəni fərqi yoxdur. Elə də eləsəz, belə də eləsəz cavab 3 saat 12 dəqiqədir. Yerli vaxt fərqi. Qaldı ki, qurşaq vaxtı fərqinə. Baxın, 20 dərəcə şərq uzunluğu hansı saat qurşağında yerləşir? Böldünüz 15-ə, cavab 1, qalıq 5. Deməli, birinci saat qurşağıdır. 68 şərq uzunluğu böldünüz 15-ə, cavab 4, qalıq 8. 7 10-5-dən böyük olduğuna görə qalıq 1 gəlir üstünə, olur 5. Bu 1, bu da 5-ci saat qurşağı. Arada 4 saat fərq var. Deməli, qurşaq vaxtı fərqi oldu 4 saat. Yerli vaxt fərqi isə 3 saat 12 dəqiqə idi. Cavab C variantı. 18-ə baxırıq. 16-cı saat qurşağının müvafiq ardıcıllığı orta meridianı, qərb və şərq sərhəddini yazın. Deməli, saat qurşağının orta meridianı taparkən 12-dən böyük olduğuna görə əvvəlcə, 12-dən kiçik olanda orta meridianı tapanda sadəcə 15-ə vururum. Amma 12-dən böyükdürsə, bilirsiniz ki, 24-dən çıxıb sonra vurmaq lazımdır 15-ə. 16 12-dən böyükdür, ona görə 24-dən çıxırıq. 24-dən 16 çıxanda eləyir 8. Sonra 8-i vururuq 15-ə, eləyir neçə? 120 dərəcə. Və qərb uzunluğu. Çünki 12-dən böyük saat qurşaqları qərbdə yerləşir. Orta meridianlar. Qərb uzunluğu oldu. Düzdürmü? Bu bunun oldu orta meridianı. İndi şərq və qərb sərhəddini. Bilirsiniz ki, şərq və qərb sərhəddi tapılanda bir dəfə üzərinə 7.5 gəlinir, bir dəfə də 7.5 çıxılır. Üzərinə 7.5 gələndə 127.5 qərb uzunluğu eləyir. Çıxanda isə 112.5 qərb uzunluğu eləyir. İndi burada biz bilirik ki, əgər orta meridian qərbdədirsə, böyük olan qərb sərhəddi, kiçik olan şərq sərhəddi. Orta meridian şərqdə olanda isə, böyük olan şərq, kiçik olan qərb olur. İndi burada orta meridian qərbdədirsə, böyük olan, yəni 127.5 qərb uzunluğu qərb sərhəddi. Kiçik olan isə, yəni 112.5 qərb uzunluğu isə şərq sərhəddi hesab olunur. Vəssalam. 19. Verilənlərdən hansında yerli vaxtlı qurşaq vaxtı arasında fərq daha çoxdur? Bunu belə müəyyən edirik ki, 15-ə bölünür, qalıq tapılır. 38-i 15-ə böləndə 2-dir, qalıq 8 qalır. Həmin 8-i 8 dərəcə vurursunuz 4 dəqiqəyə. Eləyir neçə? 32 dəqiqə. Bu 32 dəqiqə, yəni 30-da qədər olsa cavab olduğu kimi qalır. 30-dan sonradırsa, böyükdürsə 60-dan çıxırsınız. 60-dan 32 çıxanda neçə eləyir? 28. Deməli, A variantında yerli vaxtla qurşaq vaxtı arasında 28 dəqiqə fərq var. B-yə baxaq. 26-da 15-ə bölürük, 1 qalır. Qalıq isə neçə olur? 11. 11-i vururuq 4-ə, neçə eləyir? 44. 30-dan böyük olduğuna görə 44, 60-dan çıxırıq bunu. Neçə eləyir 60-dan çıxanda? 16. Deməli, burada 16 dəqiqə fərq var yerli vaxtla qurşaq vaxtı arasında. 74 şərq uzunluğu. 15-ə bölürük, cavab qalır neçə? 4, qalıq qalır neçə? 14, düzdür? 14-ü vururuq 4-ə, 40, o da 16. Deməli, 56 eləyir. 30-dan böyük olduğuna görə 60-dan çıxırıq. Cavab olur 4 dəqiqə. Düzdür? 4 dəqiqə. Sonra 102 dərəcə qərb uzunluğu. 102-ni bölürük 15-ə, neçə eləyir? 6, qalıq neçə qalır? 12, düzdür? 12-ni vururuq 4-ə, eləyir 48. 30-dan böyük olduğuna görə 90-dan, 60-dan çıxır, özür istəyirəm. Olur 12. Sonra 60 şərq uzunluğu, bunu bölürük 15-ə, qalıq, cavab 4-dür, qalıq 0-dır. Deməli, burada yerli vaxtla qurşaq vaxtı arasında fərq yoxdur. Ən böyük fərq isə oldu harada? Deməli, 28 dəqiqə, 38 şərq uzunluğunda A variantında. Sonra 20-yə baxırıq. Doğru fikri seçin. Silindrik proyeksiyada Monqolistan, Braziliyadan daha az təhriflə təsvir edilir. Bilirik ki, silindrik proyeksiyada 0 təhrifli xətt ekvatordur və ekvatordan uzaqlaşdıqca təhrif çoxalır. Monqolistan Braziliyadan ekvatoru daha uzaqdır, daha şimaldadır, qütbə daha yaxındır. Deməli, Monqolistanda təhrif daha çox olmalıdır. Daha az yox. A səhvdir. B-də deyir ki, konus proyeksiyada paralellər və meridianlar düz bucağına xeyr. O silindrikdədir. Düz bucaqdan kəsişmə. Ona görə B səhvdir. Sonra baxırıq C variantına. Merkator bərabər sahili proyeksiya. Merkatorun xəritəsi xeyr. Merkatorun xəritəsi bərabər bucaqlıya aiddir. Qal və Peterson xəritəsi bərabər sahiliyə aiddir.
Cənub-qərb istiqaməti 202,5 dərəcədir. Bəli, düz deyir. Cənub 180 dərəcədir. Cənub-qərb 225 dərəcədir. Bu ikisinin arasında cənub-qərb yerləşir. Bu 202,5 dərəcədir. Çünki buradan bura 45 varsa, buradan bura 22,5-dir də. 180 üstünə 22,5 gəndə 202,5 eləyir. Bunun da ətraflı izahı azimut dərsində var. Bərabər aralıqlı proyeksiyada bucaq təhrifi olmur. Xeyr, olur. Bərabər aralıqlı da adından bilinir. Bərabər aralıqlı, yəni məsafə təhrifi, aralıq, uzunluq təhrifi yoxdur. Məsafə təhrifi yoxdur. Amma bucaq təhrifi var. Ona görə Y səhvdir. 21-ci sual. Azərbaycanın xəritəsi verilən miqyaslardan hansında hazırlanarsa, generalizasiya daha çox məruz qalar. Biz bilirik ki, miqyas nə qədər kiçikdirsə, generalizasiya bir o qədər çoxdur. Ona görə burada ən kiçik miqyası, əgər daha çox generalizasiya istəyirsə, ən kiçik miqyası seçməliyik. Yəni cavab olmalıdır Y variantı. Çox sadə bir məntiqi var. Mən Azərbaycanı 500.000 yerə bölsəm xəritədə daha çox ixtisar apararam, yoxsa 700.000 yerə bölsəm? Təbii 700.000 yerə bölsəm də daha çox orada ümumiləşdirmə aparacam, çünki daha kiçik qalacaq. Yəni miqyas nə qədər kiçikdirsə, generalizasiya bir o qədər çoxdur. 22-ci sual. Səyyah düşərgədən çıxaraq əvvəlcə 0 dərəcə. Baxın, mən bunu belə öyrətmişəm ki, öz hazırlığımızda olan hər kəsə ki, bunu şəklini çəkmək lazımdır. Çox sadə bir şeydir, sadəcə şəklini çəkərək həll edirsən. Baxın, bu olsun səyyahın düşərgəsi. Buradan çıxaraq əvvəlcə 0 dərəcə azimutla 5 km. 0 dərəcə azimutla 5 km. Çatdı bura. Daha sonra 90 dərəcə azimutla 5 km. 90 dərəcə ilə getdi 5 km, çatdı bura. Daha sonra 180 dərəcə azimutla 10 km. 180 cənubdur. Buradan bura 5 idi, bu 10 km gedir. Yəni bura çatır. Düzdür? Yol getmişdir. O düşərgəyə hansı istiqamət və azimutla geri qayıtmalıdır? Baxın, buradan öz düşərgəsinə belə qayıtmalıdır. Düzdür? Ox belə çəkilir. Bax, bunu uzadırıq belə. Bu haranı göstərir bizə? Şimal-qərbi. Düzdür? Hansı istiqamət? Şimal-qərb. Və hansı azimut? Şimal-qərb bilirik ki, 315 dərəcədir. Cavab şimal-qərb 315 dərəcə. 23-ə baxaraq. 23-də deyir ki, müvafiq olaraq sahəvi və miqyassız şərt işarələ göstərilən coğrafi obyekti seçin. Bu da bizim plan dərsimizə baxa bilərsiniz. Plan alma ilə bağlı dərsimizə baxa bilərsiniz. Şərt işarələr çox sadədir. Burada artıq səhv eləmək olmaz. Çay xəttidir. Bizə lazımdır birinci sahəvi olsun, ikinci miqyassız. Dəmir yolda xəttidir. Bağ sahəvidir, göl də. Burada hər ikisi sahəvidir. Bataqlıq sahəvidir, cığır xəttidir. Bizə bu da lazım deyil. Bizim cavabımız Y variantıdır. Çünki çəmənlik sahəvidir, telegüllə isə miqyassız şərti işarədir. 24-cü suala baxırıq. 24-cü suala deyir ki, əgər yer öz orbit müstəvisinə 70 dərəcə meyilli olarsa, hansı fikir doğrudur? Bizim belə bir qaydamız var ki, yer orbit müstəvisinə neçə dərəcə meyillidirsə, qütb dairələri həmin dərəcədən keçir. Yəni, məsələn, hazırda 66,5 meyillidir, ona görə qütb dairələri 66,5-dən keçir. Əgər 70 dərəcə meyilli olsaydı, qütb dairələri 70 dərəcədən keçərdi. Və ikinci bir qaydamız da var ki, qütb dairəsi ilə tropiklərin cəmi həmişə 90 eləməlidir. Əgər qütb dairəsi 70-dirsə, tropiklər 20-dən keçməli idi. Niyə? Çünki 20 ilə 70-in cəmi 90 eləyir də, düz deyil? Aha, indi, tropik işıqlanma quşağının sahəsi kiçilərdir. Hansı fikir doğrudur? Elə cavabı tapdıq. Bu fikir doğrudur. Niyə? Bu dəqiqə, bax, indiki halda tropik işıqlanma quşağı tropiklər arasıdır da, yəni 23,5-lər arasıdır, düzdür? 23,5-lərin arasıdır. Yəni, buradadır. Amma 70 dərəcə meyilli olsaydı, tropiklər 20 dərəcədən keçəcəkdi. Yəni, tropik işıqlanma quşağı bura olacaqdı, 20 dərəcələr arası. Amma hazırda 23,5-lər arasıdır. Yəni, görürsünüz, əgər 70 dərəcə meyilli olarsa, tropik işıqlanma quşağı kiçilmiş olacaq. Ona görə də cavabımız A variantı hesab olunur. 25-ci suala baxırıq. 10 dərəcə şimal enliyinə günəşin maksimum və minimum düşmə bucağını tapın. Burada qaydamız var. Bir yerə maksimum düşmə bucağı necə tapılır və minimum düşmə bucağı necə tapılır? Maksimum düşmə bucağını tapmaq üçün verilən enlikdən 23,5 çıxırsınız, alınan cavabı 90-dan çıxırsınız. Minimum düşmə bucağını tapmaq üçün verilən enliyin üzərinə 23,5 gəlirsiniz, alınan cavabı 90-dan çıxırsınız. Bunu mən öz hazırlığımda düstur kimi yazdırmışım. Sadə bir şeydir. Baxın, məsələn, minimum düşmə bucağını tapırıq. 10 dərəcə şimal enliyi, düzdür? Onun üstünə 23,5 gəlirik. Neçə olur? 33,5. 90-dan 33,5 çıxanda neçə eləyir? Deməli, 56,5. Deməli, minimum düşmə bucağı 56,5-dir.
maksimum düşmə bıçağı. Amma burada maksimum düşmə bıçağında düstur keçərli deyil. Niyə görə? Çünki demişik ki, verilən enlik əgər 23.5-lər aralığıdırsa, yəni tropiklər arasına düşürsə, cavab maksimum düşmə bıçağı avtomatik olaraq 90-dır. Burada heç nə hesablamaya ehtiyac yoxdur. Çünki biz əgər deyiriksə ki, Günəş tropiklər arasında zenitdə olur, zenitdə olmaq nə demək? 90 dərəcə düşür. Bu 10 dərəcə şimal enlikdə tropiklər arasına düşür. Deməli, orada da Günəş zenitdə ola bilir. Zenitdə olanda 90 dərəcə düşür. Deməli, maksimum avtomatik 90-dır, minimum isə 56.5-dir. 26. Yanlış fikri seçin deyir. Gəlin baxaq. Qütb balıqları Kanada, Norveç kimi ölkələrdə müşahidə edilir. Təbii ki, qütbə yaxın ölkələrdə. Bu doğru fikirdir. Dəmir, titan, kobalt, ferromaqnitdir. Bəli, o kompasın belə deyək, əqrəbi səhv göstərir bunlar olan yerdə. C-də 2 astronomik vahid 300 milyondur. Düz yerdə 1 astronomik vahid 150 milyon kilometrdir. Yerlə Günəş arasında məsafədir. 2 astronomik vahiddə 300 olacaq, 300 milyon kilometr. Asteroid qurşağı Saturn və Uran arasındadır. Bax, səhv olan cavab budur. Asteroid qurşağı Marsla Yupiter arasındadır. Saturnla Uran arasında deyil. Uyğunluğu müəyyən edildir 27-də. Gəlin, baxaq. Vizual təhlil. Bu kartoqrafik tədqiqat metodlarında kartoqrafiyanın son mövzuları ki var, orada da diqqət eləmişsiniz, elə çətin bir şey deyil. Vizual təhlil nədir? Gözlə apardığımız təhlildir. Bura məsəl üçün biz xəritələrin relyefinin öyrənilməsini aid edə bilərik. A-nı. Daha sonra kartometrik nədir? Bu metr sözündən bilinir. Ölçmə işləri aparılan. Məsələn, çayın uzunluğunun ölçülməsi B, həmçində azimutun müəyyən edilməsi D. Biz bunları da aid edə bilərik. Deməli, kartometrik təhlilə və nəhayət qrafik təhlilə gəldikdə isə burada məsələn ərazinin profilinin hazırlanması, qrafik qurulması bu artıq qrafik təhlilə aiddir. 1A, 2BD, 3C bizim cavabımız olmuş olur. Nəhayət gəlirik situasiyaya. Baxaq situasiyamıza. Situasiya kartoqrafik proyeksiyalar mövzusundan deyir ki, xəritələr kartoqrafik proyeksiyalar vasitəsilə tərtib olunur. Bu zaman yerin kürə səthi müstəvi səthə köçürüldüyündən xəritələrdə təhriflər əmələ gəlir, yəni səhvlər əmələ gəlir. Bunları onsuz biz bilirik. Lakin xəritələrdə təhriflərin olmadığı xətt və ya nöqtələr olur ki, bunlara sıfır təhrifli xətt və ya nöqtə deyilir. A proyeksiyasında bu xətt ən uzun paralel, deməli sıfır təhrifli xəttdən gedir söhbət. Ən uzun paralel hansıdır? Ekvator. Əgər A-da təhrifsiz olan ekvatordursa, deməli A silindrik proyeksiyadır. A nədir? Silindrik proyeksiya. Çünki biz bilirik ki, bu dərsi oxumuşuqsa, bilirik ki, silindrik proyeksiya ekvatorda tərif olunur. B proyeksiyasında isə 60 dərəcə və ona yaxın paralellərdir. Yəni sıfır təhrifli. Onda belə çıxır ki, B konus proyeksiyadır. Çünki dərsi oxumuşuqsa bilirik ki, 47-62, yəni 60 dərəcə və ona yaxın paralellər konus proyeksiyada tərifsiz olur. 28-ci sualda nə deyirdi? AB proyeksiyalarını müəyyən edildi. Elədik. A silindrik, B konus. Bu bir sualımız. 29-da AB proyeksiyalarında meridian və paralellərin nə cür təsvir olunduğunu müəyyən edin. Yenə kitabı oxumuşuqsa biz bilirik ki, silindrik proyeksiyada meridian və paralellər düzbucaq altında kəsişir. Konus proyeksiyada paralellər qövsvari, meridianlar isə bir nöqtədən çəkilən düz xəttlər kimi görünür. Kitabda bunun şəkilləri də var. 30-da nə deyir? 30-da deyir ki, cədvəli tamamlayın. A proyeksiyasında tərtib olunan xəritələrdə ən az təhrif təsvir edilən materik. A proyeksiyası silindrik idi, yəni ekvatorda 0 dərəcə enlikdə təhrif olunur. Ona görə də ən az təhrif Afrikada olar. Çünki Afrikanın demək olar ki, ortasından keçirdi ekvator, bilirsiniz, təmbülür. Ona görə də orada ekvatora qarşı daha simmetrikdir deyə orada təhrif daha az olar. A proyeksiyasında tərtib olunan xəritələrdə ən çox təhriflə verilən ərazilər, silindrik proyeksiyada ən çox təhrif harda olar? Qütblər və qütb ətrafı ərazilər, məsələn, Antarktida, Şimal Buzlu Okeanı, bunun ətrafı ərazilər, Kanadanın şimalı, Rusiyanın şimalı və s. B proyeksiyasında tərtib olunan, yəni söhbət konus proyeksiyadan gedir, xəritələrin ən az təhriflə verildiyi materiklər, bu təbii ki, Şimali Amerika və Avrasiya olacaq. Çünki bunlar 40-60 dərəcəli paralellər arasında daha çox yerləşirlər. Düzdürmü? Bax, bu oldu bizim kartoqrafiya və günəş sistemi sınağımız. Çalışdım ki, bacardığım qədər sualları burada izahlayayım. Burada təbii ki, hər sualı geniş izahləmək sınavda mümkün deyil. Çünki biz bunların geniş izahlarını dərs vaxtı veririk. Sınav isə bunun üçündür ki, sadəcə biz bunları təkrarlayaq və özümüzü sınayaq, həm də
səhvlərimizə baxa bilək və yadımızdan çıxan şeyləri yenidən müəyyənləşdirək. Yəni sınaqda biz sıfırdan öyrənmirik. Biz sınaq işləyiriksə, artıq deməli öyrənmişik ki, sınaq işləyirik. Yəni ona görə əgər hansısa mövzuda tamamilə çətinliyiniz varsa, onu siz sınaqdan öyrənə bilməzsiniz. Onu siz qayıtmalısınız, həmin mövzunun izahına baxmalısınız, həmin mövzunu öyrənməlisiniz, daha sonra ona sınaqda baxmalısınız. Hər birinizə uğurlar arzulayıram. Yenə də növbəti videolarla qarşınızda olacağıq.